yaxşı qadın özərindən aslan yaratmalıdır. Çəkilin, çəkilin, atavuz gəlir. Elə bilirsiniz ki, axmaq idi bunu deyən qadınlar. Onlar evdə lider formalaşdırırlar. Uşaqların tərbiyəsi üçün də önəmli bir zəmin hazırlayırlar. Yeməkdə toyuğun budunu ərinin qabağına qoyurdu. Doğru idi. Çox doğru idi. Qayıdacaqsın. Kişi olmayanda, kişini kişilik taxtından salanda ki, bu bərabərçilik ancaq ona xidmət edir. Qadın da özünü mutsuz hiss edir. Nəinki qadın, uşaq da özünü mutsuz hiss edir. Uşağa da keçir bu. Bizim ailə tərbiyəmiz hamısı birdən pozuldu. Fikir vermişsiniz, son 10 illiklərdə bütün ailə haqqında söhbətlərdə uşaq bir nömrəlidir. Uşağım velosiped sürə bilməyəcək. Uşağa ala bilmirəm. Bütün günahlara uşaqdan ötürü girirlər ha. Uşağıma çörək üçün rüşvət aldım. Uşaq güya ki, həyatın mənbəyiymiş. Uşağa o qədər diqqət verirlər ki,